Bu fikir tam doğrudur. Cərrahiyyə bir kişinin şousu deyil. Bunu hər zaman bütün böyük toplantılarda da böyük cərrahlarımız, müəllimlərimiz hər zaman təkrar ediblər. Həyat da bunu göstərir. Xüsusən də bir xəstənin cərrahi əməliyyat olunması üçün neçə insanın ona xidmət göstərdiyi, laborator təhlillərdən tutmuş, xəstənin yatağındakı xidmətindən tutmuş, onun əməliyyatxanadakı xidmətindən, əməliyyatı icra edən həkimdən, onun anestezioloji xidmətindən, əməliyyatdan sonraki baxımından və hətta onun sənədləşmə işini icra edən administrativ şəxslərdən ibarət böyük bir kollektiv çalışır. Yəni bir xəstənin əməliyyat olunması üçün minimum hesablamalara görə 20-nin üzərində bir insanın əməyi keçmiş olur. Ona görə cərrahiyyə bir kişinin şousu deyil.